Bismillahirrahmanirrahim. Esselamu Aleyküm əziz izləyicilər. Dünyada ən şöhrətli insanlar, ən populyar insanlar Pele, Maradona, Kobe Bryant, 2. Elizabeth. Bunlar son 5-6 ildə ölən məşhur insan adlarıdır. Bu insanlar dünyavi şöhrətin, sərvətin ən pik nöqtəsinə çatan insanlardır. Bu insanlar haqqında filmlər çəkilir, kitablar yazılır, onlara dahi deyilir, əfsanə deyirdilər, kral deyirdilər və zaman keçdi, insanlar onları unutdu. Diqqət edin, mən bu şəxslərin adını çəkməsəydim, bəlkə onların adları sizin indi ağlınıza gəlməzdi. Məqsədim odur ki, əziz insanlar, vaxt gələcək, insanlar sizi unudacaq. Və sizi unutmayan yalnız Rəbbinizdir. Sizi ana bətnində, nütfə halında qoruyan, yaşadan, rozlandıran Rəbbiniz sizi heç bir zaman unutmaz. Allah Quran-ı Kərimdə buyurur ki, وَمَا كَانَ رَبُّكَ نَسِيًّا Rəbbini unutqan deyil. Allah Azza və Cəllə anamızın bətnində bizi qoruyub, anamızın bətnində bizi yaşadıb və bu dünyada da bizi yaşadır. Və Allah Azza və Cəllə qəbr evində də bizə yardım edəcəkdir, ahirətdə də bizə yardım edəcəkdir və daim bizimlə bərabər olacaqdır. Ona görə bizlər elə yaşamalıyıq ki, Allah Azza və Cəllə daim bizimlə olsun, öz yardımı ilə, öz köməyi ilə Allah bizimlə olsun. Əgər bizlər insanların razılığını düşünsək, insanların tərifini düşünsək, insanlar bizi bəyənsin deyə yaşasaq, vaxt gələcək, bizlər də Pele kimi, Maradona kimi və digər ölən məşhurlar kimi unudulacaq. Ona görə elə yaşamalıyıq ki, Rəbbimiz bizi tərk etməsin, Rəbbimiz bizdən uzaq olmasın. Çünki insanlar sizi tərifləsələr də, qınasalar da, inkar etsələr də, bu Allah yanında sizin nə qədrinizi artırar, nə də azaldar. Bu dünya keçəcək, şöhrət sönəcək və adlar unudulacaq.